Binəqədi rayonunda növbəti qanunsuz tikinti. Bölgə TV xəbər verir ki, xalqa daxil olan məlumata görə Binəqədi Gənclər şəhərciyində qanunsuz tikinti işləri aparılır. Sözü gedən tikinti Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq bazasında məlumat olmadığı qeyd olunur. Bu qanunsuz tikintiyə hansı məmur tərəfindən icazə verildiyi müəmmalıdır. Tikinti işləri yüksək gərginlik xəttlərinin altında aparılmasına qanuna ziddir. Məsələ ilə bağlı qurumlardan və Binəqədi rayon icra hakimiyyətindən heç bir münasibət öyrənə bilmədik. Həmin görüntüləri təqdim edirik. Qeyd edək ki, 2018-ci ildən Binəqədi rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyevdir. Rəsmi icazəsi olmayan tikintilərə isə icra başçısının müavini Hacıbaba Babayevin razılığı əsasında olduğu iddia olunur. Aidiyyatı qurumların fikirlərini dərc etməyə hazırıq. Rəna Rövşənqızı, BTV.